Deməli belədir, sürücülük mədəniyyəti və piyada mədəniyyəti uşaqlıqdan başlamalıdır. Gəlin, problemlər bir sənə vaxt başlayır. Uşağın düzgün tərbiyə edilməməsində. Sonra uşaq böyüyür, sonra başlayır qaydaları pozmağa. Deməli, bəzi valideynlər var ki, iki uşaq oynayır da, bunun oğlu və 3 yaşında oğlu və qonşunun oğlu. Bunun oğlu qonşunun oğlunun başına bir dənə qapaz vurur, onun ayısını əlindən alır. Bu zaman ata, normal ata deməlidir ki, sən onu nahaq vurdun, ayını qaytar, axı bu onun ayı, amma nə deyir? Hey, oğluma baxı, fərasətinə baxı, ayını aldı. Yaxşı, bir gün ayını aldı, sabah dovşanı aldı, böyüdü, ondan sonra piyada olaraq... Ya hər şey normal qəbul edəcəklər. Normal qəbul Doğru, belə. doğru Yəni kimi. onun bunun Bəli. hüququnu əlindən almaq, almaq bəli. normaldır. Ondan sonra piyada kimi sürücünün rahat sürməsini əlindən aldı. Sürücü olanda başqalarının rahat ətrafda sürməsini əlindən aldı. Başqasının zolağını əlindən aldı. Axırda qəzaya düşdü, sakitləşdi.